Promisin elektrokalkulyator cihazıdır. Onun 100, 150, 300, 400'lük modelləri var. Biz 150'lik modeli çəkirik. 300'lük və 400'lük modellərin nisbətən ölçüsü balacadır. Texniki əməkdaş olaraq bizim bu cihaz üzərində görəcəyimiz iş sadəcə cihazın toka taxılıb və nasatkalarının taxılmağıdır. İndiki halda bizim nasatkalarımız buradadır. Bağlı paket halındadılar. Mən bunlara dəyə bilmərəm çünki steril haldadılar və sterilliyini pozacağıq. Bizim eləyəcəklərimiz nədir? Power kabeli taxdıq, bipolyarını taxdıq, neutralını taxdıq və bu hissədə kat, coag bunları taxandan sonra pedalımız da buradadır. Cihazı işləyə vəziyyətdə müştərimizə təhvil verməliyik. Digər bunlar isə bizim keçiricilik funksiyasını yerinə yetirən yaş əskilərimizdir deyək. Yəni onlar bədənə qoyulur və tok keçiriciliyini əldə etmək üçün istifadə olunur. Bu cihaz üzrə qeyri-adi bir çətinlik yoxdur. Sadəcə dediyim qaydada əlimizdə olan boş keçidləri və pedal və power kabelini taxdıqdan sonra cihazı işləyə vəziyyətə gətirə bilirik.